hədis-i qüdsi vardır ki, əgər insanlar Əlinin vilayəti ətrafında toplaşsaydılar, Allah buyurur, mən cəhənnəmi yaratmazdım. Hətta bu dərəcədə Həzrət Əli əleyhissalam kimi imamların insanlar qədrini bilməyəndə, bəli, onda günahlara, fəsadlara yol açılır. Onda cinayətlərə yol açılır. Bəli, insanlar Həzrət Əli kimi bir insanın ətrafında, sevgisinin, əmirliyinin ətrafında toplaşsaydılar, onda yavaş-yavaş cəhənnəm də alovu zəifləyərdi və nəticədə sönərdi. Necə ki, deyirlər, Ramazan ayı gələndə cəhənnəmin qapıları bağlanır, şeytan zəncirlənir. Bu nəyə görədir? Çünki insanlar artıq günah eləmirlər. Ramazan ayı gələndə hamının nəfəsi, yuxusu ibadət sayılır. Ona görə də Allah Ramazan ayında cəhənnəmi bağlayır. Yaxşı, deyil, necə Ramazan ayı gələndə cəhənnəm bağlanır, insanlar müraqibə halında olur. Elə imamın da imamətini insanlar, bəşəriyyət qəbul eləsə, Həzrəti Əlinin də o əliliyini qəbul eləsələr, ətrafında birləşmiş olsalar, yenə də cəhənnəmin qapıları bağlanar. Da insanlar günah eləməzlər. Adicə bir gedirsən Həzrəti Əli əleyhissalamın hərəminə, o hərəmdə kim günah eləyər ki? Həzrəti Əli əleyhissalamın, belə deyək, məclisi olan yerdə kim günah eləyər? Heç kəs. Yəni artıq bu insanın adı da, bu insanın statusu da, bu insanın qəbri də, hərəmi də insanları elə bir atmosferə salır ki, insanlar o atmosferdə nəinki günah eləmirlər, heç günah eləmək fikrinə belə düşmürlər.